Salam, bugün sizinlə birlikdə əsas hissəsinin ilk bölməsi olan isimlər haqqında məlumat vermək istəyirəm. İlk öncə bunu bildirmək istəyirəm ki, bu hazırladığım PDF öz əllərimdən yazmışam. Gəlin o zaman başlayaq. Əşyanın adını bildirən əsas hissəsi isimdir. İsim kim, nə, hara suallarından birinə cavab verən əsas hissəsidir. Gəlin nümunələrə baxaq. Bakı, hara? Ağac nə? Dərya kim? Gəlin o zaman başqa bölməsinə bax. İsmin konkret və mücərrəd ola bilər. Konkret, gözlə görə biləcəyimiz, əlimizlə toxuna biləcəyimiz, şəklini çəkə biləcəyimiz varlıqlardır. Aha, öyrəndik. Nümunələr göstərsəm isə kitab, dəftər, qutu, telefon, alma, ağac, bulud. Demək olar ki, konkret varlıqların çox faizi yəni gerçək həyatımızda, real həyatımızda görə biləcəyimiz əşyalardır. Mücərrəd isimləri konkretin tam əksidir. Tam əksi dedikdə nəyi nəzərdə tuturam? Yəni İzah edim ki, konkret gözlə görə bilməyəcəyimiz, əlimizlə toxuna bilməyəcəyimiz, şəklini çəkə bilməyəcəyimiz varlıqlardır. Konkret ismin tam əksidir. Məsələn, nümunə, arzu, xəyal, duyğu. Biz baxırıq ki, məsələn, arzunu gözlə görə bilərəm? Xeyr. Əlimizlə toxuna bilərəm arzu. Mənim arzum, məsələn, həkim olmaqdır. Həkim niyə? Nətər arzuma toxuna bilim? Yəni, bu gerçək ola bilməz. Toxuna bilməyəcəyimiz şeylərdir. Çaşdırıcı suallar 1. Analıq, atalıq, bacılıq, qardaşlıq və s. kimi sözlər bizim həm konkret, həm də mücərrəd isimimiz ola bilər. Məsələn, analıq. Analıq hissi ola bilər və analıq yəni ögey ana mənasını bildirə bilər. Tək isim, cəm isim, toplu isim nə deməkdir? Gəlin baxaq. Tək isim, tək yəni bir əşya varlıqdan söhbət gedərsə işlədirik. Tək, alma, tək bir almadan söhbət gedir. Buna görə də bu tək isimdir. Cəm isim, lar üstü 2, yəni lar, lər şəkilçisi ilə düzəlir. Kitab, lar, qələm, lər. Bir dəqiqə. Burada da məsələn görürəm ki, kitablar, qələmlər, almalar kimi sözlər cəm isimdir. Buradan da bir söz yaradıcılığına toxunaq. Kitab sözün kökü lar qrammatik şəkilçi. Qələm sözün kökü lər qrammatik şəkilçi. Alma sözün kökü lar qrammatik şəkilçi. Aha, bununla da biz öyrəndik ki, lar, lər şəkilçisi, yəni lar üstə 2 qrammatik şəkilçidir. Daha sonra toplu isimlərə baxaq. Toplu isimlər nəyə deyilir? Toplu isimlər şəkilçi artırmadan cəmdə olan isimlərdir. Məsələn, əhali, ilxıd, qalay kimi sözlər. Alayı, çaşdım. Çaşdırıcı suallar 2. Cəmdə olan, yəni toplu isimlərdə lar şəkilçisi artırmaq olar. İlxı, ilxılar, alay, alaylar, qoşun, qoşunlar. İstisna 1. Lakin əhali və cəmaət sözləri lar şəkilçisi artırmaq olmur. Yəni əhalilər, cəmaətlər deyə bilmərik.